Xırdalanda obyekt sahibi binanın zirzəmi hissəsində daşıyıcı divarları kəsməklə obyektin ərazisini genişləndirib. Şikayət şəhərin Qalibiyə küçəsi 21, bina 24 ünvanından olub. Sakinlər yaşadıkları binanın qəzalı vəziyyətə düşməsindən narahatdır. Bu sizin əlinizdən olub. Mən arendatoram. Mən pulumu verib ayda arendator yer işlədirəm. Mən başa düşürəm, əziz qardaşım, arendatorsan. Mən qəşəng başa düşürəm, səni də başa salmağa çalışıram, amma sən başa düşmürsən. Bu 12 mərtəbəli binanı qəza vəziyyətinə salıblar ki, burada 20 kvadrat, 15 kvadrat özünə obyekt eləsin. Yaşayış binasının zirzəmi hissəsindəki daşıyıcı divarlara müdaxilə olunub. Hansı ki, xüsusi avadanlıq vasitəsilə beton qatıb dağıdılaraq, yəni hansısa bir obyektin ərazisinin genişləndirilməsi məqsədi ilə. Hazırda 12 mərtəbəli yaşayış binasındakı 60-dan çox ailənin həyatı təhlükədədir. Hətta bina istismara təhvil verilmədən onun beton divarlarını zədələyiblər. Sakinlərin həyatını təhlükə atanlarsa binada fəaliyyət göstərən obyekt sahibləridir. Nə direl işi deyir, nə aparat işi. Görürsünüz necə spet kəsiblər su ilə. Deməli bura elə aparat gətiriblər ki, su ilə işləyib. Kəsdikcə bir də sakit aparat olubdur. Sakinlərin iddiasına görə çoxmənzilli binanın zirzəmi hissəsində əsas daşıyıcı divarlara obyekt sahibləri tərəfindən müdaxilə edilir. Bina burigerlərin üstündə oturur. Yəni bunlar olmasa bir bina uçma təhlükəsi qarşısındadır. Yəni bu gün də olmasa sabah bir ki bu uça bilər. Məqsəd obyektin ərazisini genişləndirməkdirsə, bəs bu qanun pozuntusuna necə icazə verilib? Heç kim icazə vermir. Yox. Necə eləyiblər onu? Qranı tikib oranı. Qranı tikib sonra qapını bizi daldadıb ki, orada qapım olub. Yox. Sonra qranı kəsib. Hər halda Xələf MTK-nın rəhbərliyinin icazəsi olmadan bu binada daşı daş üstünə qoymaq mümkün olmazdı. Buranın sahibi, müdiriyyəti bunlara laqeyd yaranır. Çünki özləri eləyib, özlərinin pulunu alıb veriblər. Yəni bu məsələ budur, açıq deyirəm, yəni qorxmadan. Çəkiliş zamanı zirzəmidə əksər divarların beton hissəsinin obyektlərin ölçüsünün genişləndirilməsi məqsədi ilə kəsildiyinin də şahid olduq. Biz o gün xəbər tutduq, bura 3 gün, 4 gün bundan qabaq 1-dir, 2-dir. Demək olardı. Məişət avadanlıqlarının satışa həyata keçirilən həmin obyektin sahibini tapa bilmədik. Mağazanın icarədarı isə binanın qəzalı vəziyyətə salınmasına görə məsuliyyəti elə obyektin sahibinin özü daşıdığını dedi. Mən arendatoram. Mən nəsə demək üstümə düşmür. Mağazanın sahibi. Rabil müəllim. Mən polis tərəfindən çağırmışlar, orada dəvət eləmişlər, orada idi. Amma bu barədə məlumatım yoxdur. Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, qeyd olunan ünvanda yerləşən Xələfi MTK-ya məxsus hazırda istismarda olan yaşayış binasının zirzəmi mərtəbəsinə Nazirliyin mütəxəssisləri tərəfindən baxış keçirilib və zirzəmidəki söküntü işlərinin dayandırılması təmin olunub. Hadisə ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Bəs sakinlər ölümlə üzə qoyan mağaza sahibi ilə bağlı hansı tədbir görüləcək? Ümumiyyətlə, zədələnən divarları əvvəlki vəziyyətə qaytarmaq mümkün olacaqmı? İstifadəsində olan qeyri-yaşayış sahəsində mövcud dəmir-beton diafraqmanı, pərdəni dağıdaraq, deməli, əlavə qapı açılması aşkarlanmışdır. Tərəfimizdən vətəndaşa xəbərdarlıq olunmuşdur. Təcili sürətdə onun bərpası istiqamətində işlər tapşırılmışdır və aidiyyəti üzrə Fövqəladə Hallar Tikinti Dövlət Nəzarət Agentliyinə, Azərbaycan Respublika Dövlət Şəhərsalma Arxitektura Komitəsinə, Əmlak Məsələ Dövlət Xidmətinə məlumatlar göndərilmişdir. Məlumat üçün bildirək ki, binanın daşıyıcı divarlarını zədələyən şəxslə bağlı Abşeron rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunub. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.